Kişilər qadınları pisləyəndə yaxud tənqid edəndə mən o dəqiqə kəskin reaksiya vermirəm. Çünki mən özüm də qadınlarımızı tənqid edirəm və bura qədim zaman, keçmiş zaman deyil ki, bilgiyə əliniz çatmasın, heç bir azadlığınız olmasın. Amma olan azadlıqdan da başqa cür istifadə edib, yenə də xaricinə bəzək verib, daxili qaranlıq qalmaq, bax bu ölkəni də, qadına, uşaqlarını da, onların gələcəyini də qaranlıqda qoyur, uçuruma aparır. Və mən qadınları tənqid edən kişilərə baxıram ki, onlar nəyə görə tənqid edirlər, onlar həyatda duruşu nədir? Əgər bir gənc heç siqaret pulu ala bilməyib, valideynlərindən yalvar yaxar siqaret pulu alırsa, ondan bundan, yəni çəkmə o siqareti. Və yəni bir siqareti ala bilməyən, bir əynə şalvar ala bilməyən adam qadınları pisləyirsə, mən əlbəttə onun sözlərinə heç bir reaksiya vermirəm, ümumiyyətlə uzaqlaşıram. Amma bir də var ki, məsələn, deyirlər ki, Schopenhauer, yəni Schopenhauer'in sözlərini sevirəm, deyirlər ki, Schopenhauer qadınları sevməyib, Nietzsche sevməyib. Onlara yeni haqq qazandırıram ki, yəni Monte'nin kitabını bitirdim, Monte'ndə 2-3 dənə qadın göstərir, yəni ki, rəğbət bəslədi. Yəni o dövrlərdə bu təbiidir. Qadınlar həyatda qalmaq üçün kişilərdən tutunmağa məcbur idilər. Onları işləməyə qoymurdular. Heç bir şeyləri yox idi hüquqları, amma indi var axı. Ona görə də hər şeyin yeri, yönü var. Və Molla Nəsrəddin jurnalında da bu karikaturanı görürsünüz. Yəni bizim kişilərimiz öyrəşiblər, hər şey qadının belinə, çiyinə yükləməyə. Yəni qadın ərə gedir, onun problemləri ümumiyyətlə kənarda qalır və onun belinə yüklənir, ərinin, ər tərəfinin, elə öz tərəfinin. Ona görə də sonda 40 yaşdan sonra ümumiyyətlə qadın öz sağlamlığından itirə-itirə gedir. Ona görə də qadınlar siz dəyişin, yəni analar dəyişsə, oğullar dəyişəcək və doğru düzgün qızlarımız da oğlan tapacaq. Amma bir də var ki, məsələn, kişilər var ki, yəni az çox qazanır, evdə boş-boşuna oturmur, səni döymür, söymür, sayğı göstərir, sənə müəyyən azadlıqlar verir, sənə yəni ümumiyyətlə insan kimi, yəni sayğı ilə yanaşır və sən bunun qarşılığını vermirsənsə, əlbəttə belə kişilərə də mən haqq verirəm. Amma qadınlıq enerjisini özündə inkişaf etdirən, qadın kimi özünü yetişdirən çox az qadın var. Onlar da təəssüf edirəm ki, həmişə pis kişilərə qismət olur. Deyirlər, bilmirəm, həyatda zidliklər bir-birini cəlb edir. Bir də ki, axmaq kişiləri kənara qoyaq. Ağlı kişilər də ağlı qadınlardan, güclü qadınlardan qorxurlar. Nəticədə özlərinə itaat edəcək və düşünürlər ki, mən bu qadını düzəldə bilərəm, öyrətə bilərəm. Amma yadınızda saxlayın, heç bir şeyi dəyişə bilməzsiniz. Ancaq o zaman insan dəyişir ki, ya özü istəyir, bilgi öyrənərək dəyişir, ya məcburən dəyişir, ya da sevərək dəyişir. Bunların heç biri yoxsa, siz öldürsəniz də o insanı dəyişə bilməzsiniz. Və nəticədə də, bax bu cür, belə deyək, ağlı olmayan qadınlarla evlənən ağlı kişilərin də yarı ağlı, yarı kəm uşaqları olur. Beləliklə də yaxşıların yaxşılara denk gəlməsi ümidi ilə xoşça qalın. Hətta deyirlər ki, dost dosta tən gərək, tən olmasa gen gərək. Hələ ki, ailə həyatı olsun. Və ailə həyatında da əzizlərim, ərlə arvad bir-birinin dostu olmalıdır. Sonra da uşaq var.